Və bundan sonra bizdə nəmişlik sensorları var ki, belə deyək, qapılar bağlı, hər yer bağlıdır. Rütubətə qarşı. Rütubət sensoru var ki, bu müəyyən vaxtdan sonra divar kağızlarının belə deyək, kifləməsini gətirib çıxardır. Onu belə biz görəndə, yəni nəmişlik müəyyən dərəcəni keçdikdən sonra ev sahibinə bildiriş gəlir və ev sahibi özü də qoşa bilər, biz o avtomatik qoşa bilərik ki, istiliyi yandırıb evin nəmişliyini müəyyən qədər aradan qaldırmaq. Hansı ki, belə bir şey deyirlər də, evlərdə deyirlər ki, insan nəfəsi olan ev uzun ömürlü olur. İnsan nəfəsi olan ev uzun ömürlü olur mənası belə açıqlayaq ki, yəni insan girir, çıxır, qapını açır, pəncərəni açır, istidir, soyudur, hava dövlədiyin nəmişli formalaşmış olmur. Amma deyəlim ki, mən bu sistem qurulmamışdan və ya iyun ayında ya rayona gedəcəkdim. Mən aprel ayının artıq orada başladım xırda-xırda işlər görməyə ki, evə gəlib salamat çıxa bilər. Və bu məsələlər olduğu təqdirdə artıq ona ehtiyac yoxdur. Çünki istədiyimiz kimi də necə qoymuşuq elə də qalır.